Ölkədə bir məmur işdən çıxır, məlum olur ki, o məmurin ən yaxın adamı, ortaqları vəzifələrə gəlir. Kimdir o elə? Azərbaycanın milyardlarını dağıdan Azərbaycan Dövlət Yolları Agentliyinin eks-sədri Salih Məmmədov. Kimi gəlib onun vəzifəyə? Çağır bəy, bu adam çıxdı. Məlum oldu ki, bunun milyardlarla yenicisi var. 500 milyonu da rəsmən təsdiqləndi. Axtarış da davam edir ki, o birisilər də özə çıxsın da ki, daha hardadır, kimlərdədir. Nəhayət məlum olur ki, bunun Almaniyada 20 hektar torpaq sahəsi evlər tikir, satır milyonlar və məlum olur ki, onun şəriki Qəniyev, Dilqəm? yox, Dilqəmin qardaşı Təhmasib. Təhmasib Qəniyev, onun şəriki də Almaniyada yaşayır o, bunun binalarını tikir, satır və məlum olur ki, o Təhmasib Qəniyevin də öz qardaşı vaxtilə bunun pul yığan olub. Dilqəm Qəniyev. Elmi Tədqiqat İnstitutunun baş mühəndisi işləyib, amma ömür boyu Elmi Tədqiqat İnstitutunda olmayıb, ancaq Salih Məmmədovun kabinetinin yanında oturub, kimə nə qədər vermək, almaq, hara getmək lazım, ged onu gətir, bunu gətir, bütün pul işlərinə baxıb, o işlərinə məşğul olub, bu Dilqəm. İndi maraqlı tərəfi nədir? Vüsal Nəsirli bəy, bizim gənc dostumuz, oraya sədr təyin olundu, doğru mu? Biz də təbii ki, o təyinatına o gündə müsbət yanaşdıq. Mən hələ də müsbət yanaşıram. Bir ciddi orada dəyişkənliklər edəcəyini əminəm, düşünürəm. Amma proseslərin içində başqa proseslər çıxır. Bu adam Salih Məmmədovun dövründə bu Dilqəm baş mühəndis olduğu halda Elmi Tədqiqat İnstitutuna son dövrlər bizim dostumuz Vüsal Nəsirli onu Elmi Tədqiqat İnstitutunun direktoru təyin edir. Bunun da qardaşı Təhmasib Qəniyev Almaniyada Salih Məmmədovla ortaq binalar tikir. Milyonları var. O milyonlar hardandır? Təhmasibdə. Dilqəm verir. Dilqəm hardan qazanıb? Salihlə pulu yığanda bir yerdə sayanda üstündən götürdükləri və təbii ki, Salih də bilir də bu nə qədər ona verib, nə qazanıblar, nə qayırıblar. O pulları da ortaya qoyublar, Almaniyada biznes qurublar. Mən burada Vüsal bəydən narahatam, Nəsirlidən. Necə olub ki, bu adam bilir ki, bu Salih Məmmədova yaxın olan bir adamdır, Dilqəm Qəniyev. Onun baş mühəndislik olan bir adamı işdən çıxartmalı oldu, həbs etdirməli olduğu halda onu necə Elmi Tədqiqat İnstitutuna direktor təyin ediblər. Salih Məmmədovun cinayətlərinin açıqlamasında güva müəyyən rol olub Dilqəmin və onu da kimlərsə tapşırıb ki, bizə yaxın adamdır. Mən hesab edirəm ki, bu çox təhlükəli qüvvələrdir. Vüsal Nəsirlini oyuna salıblar. Dilqəmin direktor təyin etdirməkdə Vüsalın özünü ləkələmək istəyiblər. Və Vüsal da çox təəssüf ki, gəncliyindən belə bir bilmədən mən daha çox düşünürəm, oyuna gəlib. Çünki bu araşdırılmalıdır. Mən yenə də Vüsal Nəsirlinin potensialına, apardığı işlər, son dövrlər orada gedən dəyişkənlikləri nəzər alaraq tam mənada düşünürəm ki, gerçəkdən də orada Salih Məmmədovun cinayətlərini tam mənada ortaya çıxmasında ciddi işlər görəcək. Amma bu Dilqəm Qəniyevin bu təyinatı biraz artıq ciddi narahatçılıq yaradır. Hər halda bu söhbətlərdən sonra Vüsal bəyin ciddi iş aparacağına, daha ciddi dəyişənliklər edəcəyini mən gözləyirəm. Olmasa o agentlik yenə əvvəlki bir duruma düşəcək. Çünki o durumdan çıxmağın özü böyük problemdir Zahir bəy. Bugün Azərbaycan Dövlət Yollar Agentliyinin ciddi problemi var. Görün, kadr problemindən daha ciddi problem var Zahir bəy. Məlum olur ki, mən özüm bu haqda ciddi bilgi sahibiyəm. Azərbaycan Dövlət Yolları Agentliyinin mülkiyyəti deyilən bir anlayış var ki, bu agentlik çox saylı idarələrin yerləşdiyi binalar var, torpaq sahələri var ki, orada oranın idarələri yerləşir. Çox saylı texnikaları var.
görürlər ki, dövlət agentliğinə məxsus 10 minlərlə texnika var. Amma məlum olur ki, o texnikanın yarısı dövlət agentliyinin balansında deyil Zahir bəy. Harda? İdarələrin yerləşdiyi torpaq sahələri dövlət agentliyinin ərazisi deyil, mülkü deyil. Zahir bəy, binalar dövlət agentliyinin mülkü deyil. Salih Məmmədovun qohumlarının və dostlarının mülkü damısı. Texnikada, torpaq sahələrdə binalarla. Dövlət agentliyi bugün torpaq sahəsinə görə, o binalara görə, o texnikaları işlətdiyinə görə Salih Məmmədova dolya verir. Onun imkanlarından istifadə etdiyinə görə icarə pulu verir Zahir bəy. Bugün Salih Məmmədov yenə o idarədən milyonlarla ayda pullar götürür. Bu dəqiq faktdır. Bəlkə gedin yoxlayın onu, o idarələrin yerləşdiyi binalar, torpaqlar kimindir? Texnika kimindir? Asfalt zavodlar var, görün o zavodların hansı dövlət agentliyinin balansındadır? 10 minlərlə deyirəm texnika işləyir, yarısı dövlət agentliyinin balansında deyil, Salih Məmmədov yaxınlarının balansındadır. Torpaq sahələri, ayrı-ayrı idarələr, yol idarələri, o yol idarələrinin çoxsu dövlət agentliyinin balansında deyil.